Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tərtərdə ağır yol nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var. Hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb. Belə ki, Vaz 2107 və Vaz 21011 markalı minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini 24 yaşlı Yaqub İskəndərov dünyasını dəyişib. Tərtər rayon sakini 22 yaşlı Emil Ağayev, Ağdam rayon sakini 30 yaşlı Cəsarət Abuşov və Ağdam rayon Orta Qərvənd kənd sakini 22 yaşlı Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Faktla bağlı Tərtər rayon polis şöbəsində araşdırma aparılır. Quba şəhərində yol nəqliyyat hadisəsi baş verib. Şəhərin Əlqulu Nərmanov küçəsində Röya Sultanovun idarə etdiyi Kia markalı avtomobillə 51 yaşlı Şəlalə Ağayeva vurulub. Xəsarət alan şəxs Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, qəzanı törədən Röya Sultanova Quba rayon mərkəzi xəstəxanasının pediatriya şöbəsinin müdürüdür. Onun avtomobillə vurduğu qadın isə fizika müəllimidir. Faktla bağlı araşdırma aparılır. Bakıda evdən meyit tapılıb. Hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsi ərazisində qeydə alınıb. Burada evlərin birində 63 yaşlı Yariyevanın meyidi tapılıb. Onun hansı səbəbdən öldüyü hələlik bilinmir. Araşdırma aparılır.